gələcəyi görürdü Həzrət Zəhra. Hədis deyim, mötəbər hədisdir. Əleyhissalam daxil olur xanım Fatimə Zəhranın yanına. Deyir, gəl otur ya Əbəl Həsən, hələ Peyğəmbər sağ olanda. Otur sənə keçmiş və gələcəkdəkilərdən danışım. Əleyhissalam arxa-arxaya çıxır, gedir birbaşa Peyğəmbərin yanına. Daxil olur Peyğəmbərin yanında, oturur, danışmır. Deyir, ya Əli, sən danışmaq istəyirsən, mən danışım. Deyir, ya Rəsulallah, siz buyurun. Deyim sənə, qızımın otağına daxil oldum, Fatimə sənə dedi, istəyirsən keçmişdəkilərdən və gələcəkdəkilərdən danışım. Deyir, bəli, mən heyrətdə qaldım. Peyğəmbər buyurur ki, sən bilmirsənmi ki, Fatimənin nuru bizim nurumuzdandır. Əli kimi əzəmətli adam əyilir, alnını qoyur səcdəyə, Fatimənin vücuduna görə Allaha şükr eləyir ki, Allah belə bir nur bəxş eləyib. Səhv tərcümə eləyirik, deyirik ki, Peyğəmbər deyib Fatimə bədənimin parçasıdır, elə deməyib? Mənim parçamdır. Peyğəmbər bədəndən ibarət deyil. Yəni hələ nurlar aləmində